Saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Anan olmasam da mən səni oğlum hesab eləyirəm. Oğlum, mənim heç kimim yoxdur. Əslinə qalsa, bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Elə hər ikimiz təkik. Sabah sənə nəsə olsa mən buna dözə bilmərəm. Əgər mən ölsəm, tabutumu kim götürəcək? Xala, mənə də, sənə də heç nə olmayacaq. Sən sözlərimə inan, bizə heç nə olmayacaq. Mən çox yorulmuşam. İcazə verirsənsə biraz dincəlim. Hə, Cavidan. Bəs sən niyə valideynlərinlə birgə getmədin? Sənin yanında qalıb oturub söhbət eləmək istədim. Nəyə görə? Bugün yazıq Vəzirə xalaya görə sənin keyfin yox idi. Ona görə burada qalıb biraz səndən danışmaq istədim. Lap yaxşı. Gəldim ki, biraz səndən söhbət eləyim, başını qatım, keyfin yerinə gəlsin nənə. Doğrudan da xasiyyətin Səlimin xasiyyətinə oxşamır. Eynilə Elnur kimi çox mülayimsən. Canın sağ olsun oğlum. Mənim üçün əsas odur ki, seyfdəki pulları götürüm nənə. Başqa dərdim yoxdur. Vay! Axır ki, sən də öz evinə qayıtdın. Hansı xəstəxanadan gəlirsiniz? Vəzirə xala rəhmətə getdi. Hə? Vay! Mən sənin yanına gələndə mənə ağıl öyrədən qadın? Hə, həmin qadın. Elə matəm saxlayırsan ki, elə bil anan ölüb. Vəzirə xala mənim doğma anam olmasa da mənə əsl ana sevgisi göstərdi. Bu qədər vaxt onun yanındaydın? Deyəsən yaman hönkür bağlamısan. Gözlərin qıpqırmızıdır. Mən bütün göz yaşımı onun üçün axıtdım. İndi sən ölsən mən ağlamayacağam. Bağışlayın. Məleykə. Məleykə. Aslan gəldin. Salam, xoş gördük. Necə gəldin? Salam, çox sağ ol. Tam yerləşə bildin? Hə, sağ ol. Birinci gündən nə iş görürsən?
Hər yer tamam toz içindeydi. Dedim biraz təmizləyim, səliqəyə salım. Mən də kömək eləsəm olar, hə? Yaxşı, bu dəqiqə. Hə, al götür. Sən bunu təmizlə, ehtiyatlı ol, heç bir yarpağı qırılmasın. Aslan, nə olub? Hər şey yaxşıdır? Aslan, məni qorxutma, nəsə olub? Toz, gözümə toz düşdü. Hə. Ver görüm, bu işin öhdəsindən gəlmədin. Özüm təmizləyərəm. Sənə evdar qadın olmaq çox yaraşır. Biz tezliklə evlənəcəyik. İşləyib ev alacağıq. Sonra isə uşaqlarımız dünyaya gələcək. 2 oğlan, 1 qız. Səma, biz mütləq xoşbəxt olacağıq. Sonra mən oğullarımı sənin yanında qoyub, qızımı götürüb səyahətə çıxacağam. Nə? Mən niyə oğlanlarından bir yerdə qalmalıyam ki? Çünki sənin səyahət eləməkdən xoşun gəlmir. Mən səni tək qoya bilmərəm. Oğullarım səni müdafiə eləyəcəklər. Ailəmiz çox xoşbəxt olacaq. Hər gün səhər tezdən oğlanlarımla mən yuxudan duracağıq. Sənsə qızımızla bizə yemək hazırlayacaqsınız. Sonra hamımız bir yerdə yemək yeyəcəyik. Yeməyi səndən bir yerdə hazırlayarıq. Yalnız təzə bəy gəlin olanda belə olacaq. Mən sənə kömək eləyəcəm. Sonra isə... Aslan. Aslan, sən məni qorxudursan, nəsə olub? Düzünü de. Heç nə, elə belə. Biraz xəyallara daldım. Allah qoysa hər şey yaxşı olacaq. İnşallah. Hə, işinə davam elə. İnan mənə. Mən bilmirdim ki, o öləcək. Bəs sən nəyi bilirsən? Mən sadəcə ona yaxşılıq eləmək istəyirdim. Yazığı yaşamaq əzabından xilas elədin. Mən ona yeni ev tikib vermək istəyirdim. O ev onunki idi. Ondan icazə almaq lazım idi. Sən olmayan vaxt kimsə gəlib evini darmadağın eləsə, sevinərsən? Ay qız, onun evi köhnə idi. Mənim evimlə müqayisə eləmə. O ev sənin onun üçün tikib verəcəyin evdən dəyərli idi. Niyə? Həmin evdə yazıq qadının itirdiyi əzizləri ilə bağlı xatirələri var idi. O həmin o xatirələrlə yaşayırdı. O xatirələrlə nəfəs alırdı. Sən hardan biləsən axı? O evə baxanda balalarını yadına salırdı. Bundan təsəlli tapırdı. Sən onu bu həyatda saxlayan nəfəsindən də məhrum elədin. Deyirəm ki, mən bunu qəsdən eləmədim. Onda niyə mənə demədin? Hə, cavab verə bilmirsən? Düzünü desəydin, mən qarşı çıxardım ona görə. Bunu vəzirə xalaya deyərdim. Planın pozulardı, evini dağıda bilməzdin. Düzdür? Mən sadəcə olaraq onun yaxşı evdə yaşamağını istəyirdim. Qardaşıma elədiyi bu qədər yaxşılığa görə ona kömək eləmək istəyirdim. Yox, sən bu yerdə də öz dediyini eləmək istəyirdin. Öz planını həyata keçirmək üçün məndən də istifadə elədin. Ay Məlikə, sən məni eşitmirsən? Dedim ki, mən sadəcə ona yeni ev tikib vermək istəyirdim, onun yaxşılığını düşünürdüm. Sənin səhvin elə bundadır. Bahalı, yeni şeylər həmişə yaxşı olmur. Bəzi insanlar üçün keçmiş daha dəyərlidir. Nəinki bahalı əşyalar. Bağışla. Yox, yemək istəmirəm, özün ye. Mən yeyə bilmirəm. Niyə? Hər şey yaxşıdır? Bilirsən, mən oruç tutmuşam. Niyə? Axı hələ Ramazan ayına çox var.
Düzünü desəm, sənin tez bir müddətdə ayağa qalxmağın üçün dua eləyib oruç tutdum. Başa düşdüm. Çox sağ ol. Nə oldu? Yaxşısan? Hə? İndi gəlirəm. Ey. Çıx. Hə. Sakit ol. Niyə belə gec gəldiniz? Məni elə yerə salmısınız ki, burada nəfəs almaq olmur. Hey, hələ şükür elə ki, sağ-salamatsan. Niyə gec gəldiniz? Ey, sən gecə elədiyini elədin. Səhərə yaxın pişik kimi evdə gəzirdin. Heç kim şübhələnməsin deyə yerimdən durub özüm hər yer axtarmağa başladım. Niyə buradan çıxmışdın, hə? Niyə çıxdın? Sənə demişdim axı buradan bir addım da atma. Sakitcə burada otura bilmirsən, niyə şöyle çıxırsan? Banunu görmək istəyirdim, darıxmışdım. Darıxmışdın? Hə, gördün? Nə oldu? Darıxırsan, darıq da. Az qaldı ki, Murad səni görsün. Hə, Bağışlayın. üzrxahlıq eləmə, yeməyini ye. Səni kimsə görsəydi nə olardı? Mən mütləq banunu görməliydim. Yaxşı, gördün nə dəyişdi, hə? Nə dəyişdi? Ürəyim yerinə gəldi. Mən Banunun oğlunu ərə getməyinə dözə bilmirəm. Sus! Sakit ol. Onun başqa çıxış yolu yox idi. Mənə bax, sənin də burada sakit oturmaqdan başqa yolun yoxdur. Burada otur. Nə vaxtda kimi? Bilmirəm. Əgər sakit oturmasan, özünə ələ verəcəksən. Sakit otur, səsin çıxmasın. Mən bir yolunu tapacağam. Sakit ol. Sakit oturmasan, buradan birbaşa həbsxanaya gedəcəksən. Yeməyini ye. Mənə bax, sonra da qabı dediyim yerə qoyarsan. Get. Get gir yuvana. Sakitcə də orada otur. Yaxşı, siz gedin. Yaxşısan? Keyfin, əhvalın yaxşıdır? Yaxşıyam. Bilirsən nə var? Nə vaxt ayağa durub gəzəcəyini gözləyirəm. Bu hələlik mənim üçün sadəcə bir arzudur. Doğrudan deyirsən? Hə, Yalancı şikəst. Hamını aldadıb özün rahat yeriyib gəzirsən. Hələ deyir bu mənim arzumdur. Səndən yaxşı aktyor çıxar. xəstəxanada məni öldürmək istədin. Məqsədin nədir axı? Yoxsa sən də miras arzusundasan? Bilirsən Elnur, Çində belə bir təcrübə var. Sənin kimi əlilləri təsadüfən hərəkət eləməyə məcbur eləyirlər. Məsələn, səni yox. Yəni, sənin kimi əlilləri oturduqları yerdən vurub yıxırlar. Ona görə o gözləmədiyi vaxt stresə düşüb, yerindən qalxıb yeriyir. Başa düşmədim, sən mənim üzərimdə təcrübə aparmaq istəyirsən? Yoxlayıb görsən pis olmazdı. Nə deyirsən? Gəl görüm. Samir, sən burada nə gəzirsən? Mən Elnura baş çəkməyə gəlmişdim, ana. Nədir, Elnurun dərdini çəkən olmusan? Axı, o təzəlicə bıçaqlanmışdı. Ona görə də biraz narahat oldum. Samir mənim üzərimdə Çinlilərə aid təcrübə aparmaq istəyir. Bu doğrudur, Samir. Hə, ana, mən demək istəyirdim ki, indi sizə izah eləyərəm. Mənim nəvəm sənin üçün təcrübə dovşanıdır. Nə təcrübən varsa, get, başqa yerdə elə. Amma mənim nəvəmin yanında bu işlərlə məşğul olma. Ana, bağışlayın, mən zarafat eləyirdim. Elnur, özün de də, sən bunu belə ciddi qəbul eləmə. Buna bir bax. Sən əla zarafat eləyirsən. Az qalmışdı ki, zarafatını həqiqət kimi qəbul eləyib inanım. Bir də heç vaxt
Mənim icazəm olmadan bu otağa girmə. Əgər yenə bir dəfə də Elnura yaxınlaşdığını görsəm, məndən incimə. Ay bala, yerini bil. Çıx get buradan. Ana, bağışlayın. O sənin xətrinə dəymədi. Yox. Amma doğrudan da bundan sonra otağıma girməyəcəyi yaxşı oldu. Sənə heç nə lazım deyil, oğlum. Yox. Sağ ol nənəcan. Narahat olma. Gecən xeyrə qalsın. Yuxun şirin olsun. Aslan, yemək dadlı değildi ki. Yox, niyə elə deyirsən? Axı heç nə yemədin. Düzünü de, dadı xoşuna gəlmədi. Yox, əlaydı, çox dadlıydı. Mən sadəcə elə də ac deyildim. Ona görə də yeyə bilmədim. Deməli belə. Qulaq as, mən sənə bir şey alıb gətirmişəm. Nə? Nə almısan? Çupa-çup. Hansını seçirsən? Bunu seçirəm. Bugün mənim də sənə bir hədiyyəm var. Doğrudan? Hı? Hanı? Bunlara bax. Çox gözəl cütlüydü, hə? Eynilə bizə oxşayırlar. Bu cütlük bir-birlərini çox sevirlər. Ver görüm. Biri sənə, biri isə mənə. Bu mənim, ehtiyatlı ol. Əgər birdən bu cütlüklərdən biri ölsə, o biri özünə başqasını tapa bilməyəcək. Heç axtarmayacaq da. Ömrü boyu yalnız yarını yada salaraq yaşayacaq. Hı? Danışdıq? Danışdıq. Aslan, nə olub axı? Niyə ağlayırsan? Bura gələndən gözünün yaşı dayanmır. Nə olub, de görüm. Məndən nəsə gizlədirsən, hə? Bugün Vəzirə xala vəfat elədi. Onu dəfn elədik. Nə? Vəzirə xala? Hə, Axı, necə? O necə vəfat eləyə bilər? Hə? Bu ola bilməz axı. Aslan, məndən zarafat eləmə. Mənə qarşı necə mehriban idi. Yox, o niyə öldü axı? Bu necə oldu? O hələ cavan idi. ürək tutmasından öldü Səma. Ölüm haqdır. Neynəmək olar? Səbr eləməkdən başqa yolumuz yoxdur. Yeri cənnət olsun. Yaxşı, mən gedim. Gecən xeyrə qalsın. Hədiyyən üçün sağ ol. Bu necə ola bilər axı? Allah'ım. Samir məni xəstəxanada öldürmək istəyirdi. Bura gələndə də özünü çox qəribə aparırdı. Əgər nənəm içəri girməsəydi, məni yerə yıxmaq istəyirdi. Gözlərinə baxanda da
Hiss olunurdu ki, dedikləri zarafat deyildi. Yox, onun gözləri nifrətlə dolu idi. O oğlanı yaxşıca yoxlamaq lazımdı. Çox şükür, hər şey yoluna düşdü. Nə yoluna düşdü? Ay qız, Səmanı deyirəm də. O da Aslanla getdi. Daha bizi narahat eləməz. Yox, onun nə edəcəyini bilmək olmaz. Niyə belə deyirsən? Aslan onun varis olduğunu bilir. Hə? Hə, Doğrudan. Oldu. Sən bunu hardan bilirsən? Aslan gələndə bunu mənə özü dedi. Bilməyi heç yaxşı olmadı. Deyirəm, birdən o da mirasa sahib çıxmaq istəsə, necə olacaq arvad? Hə? Aslan elə oğlan deyil. Amma yenə bilmək olmaz. Hə, düz deyirsən. Var dövlət hər cür adamı yoldan çıxarır. Düz deyirsən. Deyirəm, Səmanı da götürüb başqa bir yerə getsəydi yaxşı olardı. Hə, düzdür. İkisinin də səsi çıxmazdı. Mən də bunu fikirləşirəm. Bəlkə ikisi harasa rədd olub getsinlər? Əgər belə olmasa, deyirəm bəlkə necəsə bir yol tapıb bir otaqlı ev alaq qoyaq. Nə deyirsən? Nəyə görə? Əşi, əgər Səma gəlib mirasa sahib çıxmaq istəsə, elə bilirsən qarı onu aldatdığımız üçün bizi sağ qoyacaq? Düz deyirsən ay kişi. Əgər elə bir şey olsa, heç nəyə baxmadan buradan qaçıb canımızı qurtarmaq lazımdır. Ona görə də işimizi ehtiyatlı tutmalıyıq, arvad. Bu evdə sabah nə olacağını heç kim bilmir. Hamı tez yatsaydı yaxşı olardı. Çıxıb nənəmin seyfini açacağam. Ümid eləyirəm bu dəfə də işlərim yaxşı sona çatar. Vəsilə xala mənə anam kimi idi. Onun belə ölüb getməyinə göz yuma bilmərəm. Adam durduğu yerdə ürək tutmasından ölə bilər. Lap başımı itirmişəm. Hələ də yas tutursan, Sənə nə var? istədiyin qədər ağlayıb, torpağa tapşırıb gəldin. Bəs deyil? Sən öləndə belə eləyəcəm. Səni dəfn eləyən kimi unudacam. Elə eləsəm olar? Allah uzaq eləsin. O nə sözdür mənə deyirsən? Kobud söz eşitmək istəmirsənsə, sən də kobud məsləhətlərini yığışdır. Səni dünyaya gətirmişəm, qeydinə qalmışam, sənin ananam. Amma o qadına yazığın gəldiyi qədər mənə yazığın gəlmir, nankor qız. Anam olub, mənə bir dəfə sevgi göstərmisən, hə? Ağlını başına yığ ay qız. Ərin səni sakitcə, heç nə demədən evə gətirib gəldi. Əgər onun yerinə başqası olsaydı, qaçıb getdiyinə görə səni sağ qoymazdı. Bilirsən? Mən yad adamla getməmişdim, qaynımla getmişdim. Bunun fərqi var ana. Nə dedin? Qaynın kimdir? Məni həmin qadının evinə aparan oğlan, Aslan. O, Qılıncın qardaşıdır. Doğrudan? Hə. Yadında da sənə bir şəkil göstərmişdim. Dedim ki, ərimin qardaşı yoxa çıxıb. Hə, O oğlan tapıldı. belə çıxır ki, ərinin var dövlətinə şərik tapılıb. Sən həmişəki kimi hər şeyi pulla ölçürsən, ana. Aslanı ərimin heç nəyi lazım deyil. Sən belə fikirləşirsən. İnsanları var dövlətlə sınamaq lazımdır. Onda əsl üzünü görəcəksən. Hamı sənin kimi yalnız pul fikirləşərək yaşamır, ana.
sözlərimə qulaq as. Əgər sən Ey ana, sənin məsləhətlərindən yorulmuşam. Dincəlmək istəyirəm. Çıx otağımdan, xahiş edirəm. Mən yatmaq istəyirəm. elə o vaxt səni öldürsəydim, canım qurtarardı. Sən burada nə gəzirsən? Bəs sən nə edirsən? Bura mənim nənəmin evidir. Əlini çək. Tez Əlini ol. çək dedim. Tez. Görüm. Arvad. Nəsə yaman acımışam. Hardasan, hə? Görəsən getdi. Yox. Məncə hələ ordadır. Mətəl qalmışam. Niyə nənəm hələ də onları burada saxlayır? Tez otağına getsəydi yaxşı olardı. Sən o biri evi yandırıb indi də bura gəlmisən? Sonra peşman oldum. Elədiyini eləyib sonra peşman olmağın nə xeyri var? Qardaşımı bıçaqladığın üçün bilirsən nə qədər həbs cəzası alacaqsan? Onu mən bıçaqlamamışam. Doğrudan? Onda kim bıçaqlayıb? Otağına girdim ki artıq bıçaqlanıb. Yaxşı bəhanə tapmısan da. Bu bəhanə deyil, mən düzünü deyirəm. Doğrudan sən özün burada nə iş görürsən? Bayaq nənəmin yanına getmişdim. Otaqların birində divanda yuxuya getmişəm. Durub evə gedirdim. Mən ümumiyyətlə niyə səndən bura düşdüm? Yuxulu olduğum üçün neynədiyimi bilmədim. Axı bura nənəmin evidir. Hey, mən getdim. Hey, dayan görüm. Mənim burada olduğumu heç kimə demə. Yəqin həbs olunmağımı istəməzsən. Yaxşı, demərəm. Sağ ol. Amma deməməyim üçün sən bir iş görməlisən. Nə iş? Nənəmin otağında seyf var. Oradan pul oğurlamaq lazımdır. Mümkün qədər çox pul götürmək lazımdır. Bacarsan hamısını götür. Sən öz nənəni qarət eləmək istəyirsən? Hə? Neyniyim? Özü bizə pul vermir də. Başqa yol yoxdur. Sən dəli olmusan. Yox, hələ ağlım başındadır. Bunu bilsələr... Onsuz da pulu mənim oğurladığımı bilməyəcəklər. Mən indi bunu nənənə desəm necə olacaq? Nənəm nəvəsini bıçaqlayan, evini yandıran insana inanacaq? Yoxsa mənə? Çox pul götürmək lazımdır. Aramızda bölərik. Sonra bütün yollar açıq olacaq. Hara istəsən gedərsən. Ömrüm səndən keçsə də olar. Sevgi əzabı, dərdi unutdurar. Qarşıda bizi yaxşı günlər gözləyir. Sən ürəkdən sevsən, bu mənə bəsdir. İnansan sən hər bir sözümə, yoxu girməz sənsiz gözümə. Məni dəli elədin, bir bax özünə. Sən ürəkdən sevsən, bu bəsdir mənə. Sən mənə məlhəm ol, dərdimə çarə. Ahəng ol, avaz qat nəğmələrimə. Pisliyi rəva bilməsən özünə. Sən ürəkdən sevsən, bu bəsdir mənə. Hey, qulaq as mənə. Həbs olunsan da, çıxanda sənə pul lazım olacaq. Səninsə heç nəyin yoxdur. Nənəmdə isə pul çoxdur. İkimizə də bəs eləyər. Heç olmasa özünə şəhərdə ev alarsan da. Hə, düz deyirsən. Onda mən səni burada gözləyəcəm.
Sən get işi həll elə. Seyfin şifrini deyərəm. Sakit get. Ehtiyatlı ol. Bilirsən nənəm uzağı yaxşı görmür. Əgər yuxudan oyansa, nənəmdən uzaqda gizlən. Pərdənin arxasında da olar. Bir sözlə uzaqda ol. Getdin. Yaxşı. Sən məni sevgimdən, xoşbəxtliyimdən ayırdın. Əgər onda Səma qaçmayıb Elnur ərə getsəydi, bir müddət sonra o qoca qarı Vanunu mənə ərə verməyə razı olardı. Hər şeyə səndən o sevgilin səbəb oldu. Aslan, nə olur olsun, mən sizi xoşbəxt olmağa qoymayacağam. Heç vaxt. Heç vaxt. Axı o Seyf demişdi. Bu ki adi sıyırmadır. Yaxşı, işim daha asan oldu. Ümid edirəm düz tapdım. Pis yuxu gördün? Yat, qorxma. Hər şey yaxşıdır. Pulu gətirdin? Hə, gətirdim. Otur görüm. Al. Gör nə qədər puldur. Bu pula ev, maşın alacağım. İnşallah varlı olacağıq. Əziyyət çəkib pulu götürən mənəm ha. Amma ona sən sahib çıxırsan. Sakit ol. Bölüşəcəyik də axmaq. Elə bildim hamısını özünə götürürsən. Mən o qədər də insafsız deyiləm. Yaxşı. Əvvəlcə mən çıxıb gedəcəm. Bəs mən necə? Birinci mən gedim. Bura nənəmin evidir. Heç kim mənə əhəmiyyət verməyəcək. Yaxşı, oldu. Hey,
Amma birdən nəsə problem çıxsa, bir-birimizi satmaq yoxdur. Nə danışırsan? Bu qədər pul ola niyə bir-birimizi sataq? Onda sənə uğurlar. Əsas odur sən məni satma. Yenə sən. Mən indi bu evdən necə çıxacağam? Gəl. Salam, sabahın xeyir nənə. Sabahın xeyir qızım. Gecə necə yatdın? Sağ ol qızım. Gəldim, deyim ki, yemək hazırdır. Gəlirsən? Yaxşı, indi gəlirəm. Yaylığımı mənə ver. Yeri gəlmişkən Banu, bu gecə rəhmətlik baban yuxuma girmişdi. Çox narahat idi. Ümid eləyirəm, hər şey yaxşı olacaq. Narahat olma nənəcan. Adam yuxuda çox şey görür. Hə. Vay. Banu. Hə? Dolab boşdu ki. Pullar hanı? Yorulmayasan. Sabahın xeyir. Sənə isti quymaq hazırladım. Quyumaq hazırladın. Hə, Ver görüm. ehtiyatlı ol da. İstidir. Çox istidir. İndi bişirmişəm, əlbəttə isti olacaq. Lap sənin ürəyin kimi, hə? Səma, doğrudan özün bişirmisən? Hə, Yəqin dadlıdır, hə? əlbəttə dadlıdır. Çünki onu mən bişirmişəm. Sevgilimə, əsl sevgilimə bişirmişəm. Nədir? Çox qəribəsən. Səma, istəyirəm ki, hər gün mənə bax bu cür yemək bişirəsən. Yaxşı. Onda birinci gün bugün olsun. Doğrudan? Gəl içəri, mən indi çay hazırlayaram. Qoy bunu içəri aparım. Mənim heç bir günahım yoxdur. Mən onu bıçaqlamamışam. Sakitləş. Bütün bunları idarədə danışarsan. Axı niyə məni başa düşmürsünüz? Görəsən bu işdə Sanrinəli var, bəlkə ola bilər. Deməli, əsas günahkar onun evini sökən adamdır. Nə olursa olsun, mən bu işin axırına çıxacam. Əgər bu işi atam belə eləsə, bunun heyfini alacam. Sən niyə Aslanı izləmirsən? Səmanı axtarıb tapmırsan. Onu həbs eləməkləri heç yaxşı olmadı. O hər şeyi danışsa necə olacaq? Allah uzaq eləsin. Evində yemək ola-ola küçə yeməyini niyə yeyirsən? Səni görmək istəmirəm. Nə olur olsun, sən mənim qardaşımsan. Serial Space televiziyasının sifarişi ilə birləşir. Sən de gör çırağlar, dön
alacaklar. O koşanlar əfsus bitti, saf məhəbbət sona yetti. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.